Office proqramını açmaqdan ötürü adətən biz əsas menüyə girib Office Microsoft Office tapıb buradan istədiyimiz Office proqramını seçib açırıq. Word, Excel, PowerPoint hansı proqramı istəyirsə yer o proqramı açırıq. Və yaxud da ki onun simgələrini biz ekranda qoyub elə aça bilirik. Bu formada qoyulur, açılır. Daha başqa bir yolunu göstərim. Bilmirəm nə dərəcədə maraqlı olacaq sizin üçün, amma göstərirəm. Ctrl Shift Window və Alt düymələrini basıb W işarəsini vuranda Word proqramı açılır. Ctrl Shift Window Alt X düymələrini basanda Excel proqramı açılır. Ctrl Shift Windows Alt P düyməsini vuranda PowerPoint proqramı açılır.